Hər vaxtınız xeyir olsun. Yenidən salamlayıram hər birinizi və bu videoda da artıq biz bir balaca ideal partnyor məsələsindən danışacağıq. Yəni qarşı tərəfdən ideal partnyorumuzu necə tapa bilərik? Mənə bu sual o qədər çox gəlir ki, mən də hər dəfə izah edirəm, amma sonra yenə sual gəlir. Hətta bəzən eyni insandan gəlir bu sual və dedim ki, qoy bunu da bir videoda çəkim ki, bəlkə videoda bu barədə danışsam, mənə bu barədə suallar gəlməz. Bu video daha çox subay xanımlar üçündür, amma evlilər də izləsin ki, görək biz haralarda bəlkə müəyyən səhvlərə yol vermişik ki, bugün bizim partnyorumuz bizə ideal gəlmir. Gəlin baxaq, yenə də ideal partnyor üçün də sadalanacaq belə çoxlu, nə bilim, səhərə qədər saya bilərik ki, partnyorum elə olsun, partnyorum belə olsun və s. və s. Amma mən sizə yenə də bir balaca daha fərqli istiqamətdən yanaşmaq istəyirəm bu məsələyə. Xüsusən də gənc və subay xanımlar üçün, yəni partnyoru olmayan xanımlar üçün və yaxud da ki, partnyoru var amma sanki nə edim bu partnyorla deyə düşünən xanımlar üçün bu video idealdır deyə düşünürəm. Ümumiyyətlə belə bir şey deyim sizə. Bəlkə də acıdır, amma həqiqətdir. Bu videoda acı həqiqətləri çox danışacağıq biz. Heç gözləməyin ki, hardansa bir partnyor hazır bir şəkildə zəmbillə sizə düşəcək və sizin onun üzərində heç nə etmənizə ehtiyac olmayacaq. Əgər söhbət kişilərdən gedirsə, bu demək olar ki, mümkün deyil. Nəyə görə? Çünki kişilərin bir balaca mexanizması, onların necə deyək, dünyası elədir ki, onlara bir qadın tərəfindən müəyyən mənada yönləndirmələr olmalıdır. Mən idarə etmək və s. kişinin üstündə hökmranlıq qurmaq, bundan danışmıram, amma qadın tərəfindən yönləndirilmə olmalıdır. Təbii ki, bu yönləndirilmə də fərqli formalarda ola bilər. Kişinin xarakterinə uyğun bir şəkildə bəzi kişilər birbaşa yönləndirilmə sevir, bəzi kişilər daha belə dolayı yollarla yönləndirməni sevir. Bu artıq başqa bir mövzu, amma olmalıdır. Yəni hazır paket demək olar ki, yoxdur. Siz yenə də orada öz istədiyiniz şəkildə müəyyən düzəlişlər etməlisiniz qarşı tərəfə. Təkrar edirəm, burada söhbət qarşı tərəfi dəyişdirməkdən getmir əslində. İndi onu izah edəcəm nə demək istədiyimi. Baxın, qarşı tərəf bizə bir partnyor gəlir, belə fikirləşin və yaxud da hazırda bir partnyorunuz var və onunla müəyyən uyğunsuzluqlar yaşayırsınız və düşünürsünüz ki, mən bu uyğunsuzluqları necə həll edə bilərəm. Burada belə bir məqam var, önəmli bir məqamdır. Birincisi, hər uyğunsuzluq o demək deyil ki, bu adam sizin adamınız deyil. Hər uyğunsuzluq o demək deyil ki, bu adam sizə görə deyil və siz onu tərk etməlisiniz və s. Sadəcə uyğunsuzluq onu göstərir ki, sizin necə deyək, sisteminizdə qarşılıqlı şəkildə münasibətlər sistem işləyir. Uyğunsuzluq onu göstərir ki, siz sadəcə sistemlərinizi bir-birinizə uyğunlaşdıra bilməmisiniz. Yəni, məsələn, necə telefonlar bir-birinə köhnə vaxtlarda belə idi də, indi də əslində elədir, nə bilim, şəkil göndərmək üçün ikimizdə də tutaq ki, Bluetooth açıq olmalıdır və yaxud da ki, ikimiz də AirDrop-u açırıq bir şəkildə. Bir uyğunsuzluq varsa, bu deməkdir ki, nə bilim, ikimizdən biri demək ki, AirDrop-u açmayıb, nə bilim, Bluetooth-u açmayıb, açıb ya da ki, tapa bilmir məni, düzdür? Bu deməkdir əslində. Bu işin bir tərəfidir. Yəni mənə məsələn bəzən xanımlar deyirlər ki, mən heç kimi bəyənmirəm, mənə uyğun deyil və s. və s. Mən də deyirəm ki, siz niyə şans vermirsiniz? O deyir ki, şans verdim, vaxt itkisi daxı. Amma sən heç vaxt şans vermədən, yəni bilə bilməzsən ki, o qarşı tərəf necə biridir həqiqətən, aydındır və biz insanlara kənardan baxıb, hə mənə uyğun deyil deyib getsək, bizə o zaman əslində heç kim uyğun olmayacaq onsuz da. Yəni hər baxdığınız, gördüyünüz insan o demək deyil ki, bu sizə uyğun deyil, əgər orada sizi müəyyən narahat edən məsələlər varsa. Hər kəs hər kəsə uyğunlaşdırıla bilər əslində. Amma digər bir məsələ, diqqət etməniz gerəkən məsələ nədir və buradakı istisna odur ki, əgər sizdə təməldə bir uyğunsuzluq varsa, baxın, təməl uyğunsuzluq mən nəyə deyirəm? Dəyərlərdə uyğunsuzluq varsa. Dəyərlər nədir? Məsələn, tutaq ki, ikinizin ailəyə baxış açısı fərqlidir. Yəni biriniz üçün ailə odur ki,
nə bilim çox müqəddəsdir. Məsələn, siz bir qadınsınız, deyirsiniz ki, mən istəyirəm ki, evlənim, 2 ay, 3 ay sonra artıq nə bilim uşaqlarım olsun. Yəni sizin üçün ailə belə bir şeydir, amma qarşı tərəf deyir ki, yəni mənim üçün ailə odur ki, mən yoldaşımı götürüm, nə bilim dünyanı gəzim, mən uşaq falan istəmirəm. Baxın, dəyərlərdə toqquşma var burada. Bəli, burada artıq oturub daha detallı düşünməyə dəyər. O bayaq dediyimə hər kəsə uyğunlaşdırıla bilər. Amma söhbət əgər dəyərlərdən, təməl dəyərlərdən gedirsə, yox. Hər kəsə uyğunlaşdırıla bilməz və ona görə də kimi nə zaman buraxmanız gərəkir, onu bilməlisiniz. Yəni siz tutaq ki, bir münasibətə girmisiniz, tamam, hər şeyiniz okeydir, amma təməl dəyərlərinizdə problem var. O deyir ki, məsəl üçün ailəmlə yaşayacaqsan, bizim nəsildə, kökdə qayda budur. Mən evin tək oğluyam, sən mənim ailəmlə yaşayacaqsan. Siz də deyirsiniz ki, mən istəmirəm ailə ilə yaşamaq, mən belə bir şey istəmirəm. Və baxırsınız ki, qarşı tərəf bu onun dəyəridir. Yəni onun üçün budur ailə olmaq ki, siz gedirsiniz onun valideynləri ilə yaşayırsınız, düzdür? Demək ki, burada artıq bizim dəyərlərimiz bir balaca toqquşmur və burada çox insan nə edir? Tamam, nişanlanaq, baxarıq, evlənək, biraz yaşayım, görüm nə edirəm falan. Bax, toksik münasibətlər belə yaranır. Amma biz nəyi nə zaman buraxmamız gərəkdiyini bilsək ki, burada təməl dəyərlərdə bir fərq var. Və təməl dəyərlərdə bu fərq varsa, qarşı tərəfdə güzəştə getmək istəmirsə, mən də istəmirəmsə, demək ki, bu işin axırı onsuz da məni çox yoracaq. Baxın, bunu bilmək lazımdır əvvəlcədən. Yəni hər uyğunsuzluq dedik ki, o demək deyil ki, bu adam sizin adamınız deyil, amma bəzi uyğunsuzluqlar var ki, əgər onlar dəyərlərlə bağlı uyğunsuzluqdursa, yəni sizin dünyaya baxış açınız, dünya görüşünüz və s. bu deməkdir ki, bu münasibətdə artıq biraz daha ehtiyatlı hərəkət etmənizdə fayda var. Çünki qadınlar adətən nə edir? Düşünür ki, dəyişdirərəm. Və dəyişdirərəm deyə düşünən qadınlarda sonra biz baxırıq ki, 5 il, 10 il, 15 il onlar hələ də bir kişinin üstündə bir proyekt kimi işləməyə çalışırlar və hələ də ortada heç nə yoxdur. Çünki qarşı tərəfin təməl dəyərləri bunlardır və istəmir onları dəyişdirmək. Hər insan da bizim dəyərlərimizə uyacaq deyə də bir şey yoxdur. Yəni bunu həm partnyoru olanlar, həm də partnyoru olmayanlar istəyirəm ki, yaxşı bir şəkildə bilsinlər. Daha sonra biz o dediyimiz o partnyor axtarışında və yaxud da ki, əlimizdə bir partnyor var, onu istəyirik ki, müəyyən mənada özümüzə uyğunlaşdıraq. Biz burada nələrə fikir verməliyik? Mən onları demək istəyirəm. Baxın, əgər bir partnyor sizi emosional cəhətdən təmin etmirsə, burada iki məsələ var. Ya siz öz travmalarınızdan yola çıxaraq elə bir insana belə deyək, gəlib tuş gəlmisiniz ki, orada yenə bir travmatik bir münasibətə doğru gedirsiniz. Yəni məsələn tutaq ki, uşaq vaxtı soyuq bir ana ilə, soyuq bir ata ilə böyümüsüz və yenə də gedib o soyuq bir kişini tapırsınız ki, yox, mən bu dəfə özümü ona sevdirəcəm. Baxın, ya demək ki, belə bir şey var bu işin içərisində. Əgər emosional baxımdan partnyor sizi təmin etmirsə, qane etmirsə, siz dəstək istəyirsiniz, o qaçır, nə bilim, siz sevgi istəyirsiniz, istilik istəyirsiniz, o soyuqdur. Demək ki, ya burada travmadan hərəkət etmisiniz. Bax, bu var. Birinci bunu bilin. İkinci məqam ya da ki, ola bilər ki, bəli, sadəcə o qarşı tərəf bu emosional potensialda bir insan deyil. Aydındır. Yəni mən üçüncü yolu çox da məsləhət görmürəm ki, yox, mən onu dəyişəcəm, o gəlsin mənim yanımda dəyişsin. Hətta keçən dəfə yenə bir rəfiqəmlə söhbət edəndə o deyirdi ki, məsələn, mən sevirəm qısqanc kişilər, qısqanc olsun. Qısqanc deyəndə yəni belə biraz daha playboy xarakterli kişilər ki, hər yerdə var. Bilirsiniz, o belə enerjili kişi, hər yerdə var, hər yerdə ondan danışılır. Parti desəm parti, məclis desəm məclis, nə bilim, bu tərz bir kişi. Amma deyir ki, amma bu qadın özü də çox qısqancdır, dominantdır. Və deyir ki, amma o mənim yanımda, yəni o dönsün olsun, yəni heç kimə baxmayan, heç bir yerə mənsiz getməyən biri. Mən deyirəm ki, bax sən konkret problem axtarırsan. Sən deyirsən ki, yəni belə bir kişi olsun və gəlsin mənim yanımda. Yəni sən ancaq öz egovu təmin etməyə çalışırsan ki, belə biri var idi, gəldi mənim yanımda belə birinə dönüşdü. Amma bu çox çətin bir ehtimaldır. Sən niyə elə gedib onun ya hazırını tapmırsan, ya da ki, ən azından
potensialı olan birini tapmırsan, amma deyirsən ki, yox, o playboyu mən çevirib edəcəm ailə babası. Demək ki, bu bir travmadır. Yəni sən burada hansısa bir travmandan, bəlkə məsələn atanı tutaq ki, deyirəm, çox zəif görmüsən və sən istəyirsən ki, sənin yanında daima çox belə güclü bir kişi dayansın və sənin bütün belə deyək zehnində budur ki, mən gedim harda ya zəif kişi tapım, onu güclü kişiyə çevirim və yaxud da ki, mən gedim məsələn harda o belə ipə sapa yatmayan bir kişi varsa, onu gətirim ipə sapa yatırım. Yəni necə ki, atamı filan cürə təsvir edirdim, o olmadı, amma eyni proyekti bu kişinin üstündə mən tətbiq edim. Bax, bunlar bilirsiniz çox uzun yollardır. Bunlar çox əziyyətli yollardır. Bu yollara girmək məsləhət görmürəm. Düzdür, girmisinizsə girmisiniz. Girməyə niyyətiniz varsa yenə də girəcəksiniz, amma laf girmisiniz tutaq ki, oradan artıq bilməlisiniz ki, harda çıxmaq lazımdır. Və harda çıxmaq lazımdır, biz həmişə bilirik. Baxın, bədənimiz bizə deyir, hisslərimiz bizə deyir, intuisiyamız bizə deyir, emosiyamız bizə deyir, üzümüz, gözümüz bizə deyir. Hər şey bizə deyir ki, sən bu münasibətdən çıxmalısan. Sənin artıq bitdi burada işin. Amma biz dirənirik ki, yox, mən qarşı tərəfi dəyişdirəcəm. Bax, burada biz o bir saplantı kimi, yəni mən onu A-dan B nöqtəsinə gətirəcəm deyirsiniz. Və bax, bu saplantı da çox zaman bir çox qadınlıq xüsusən də o bütün o sevgi ilə bağlı xoşbəxtliyi, hər şeyini əlindən alır. Belə bir saplantıya düşməyin. Əgər düşmüsünüzsə də artıq sadəcə özünüzlə bir balaca tək qalıb bir baxın ki, mənim bədənim bədən nə deyir sizə? Məsələn, fiziki göstəricilər, bəzən xəstəliklər, xüsusən qadınlarda, üzü baxırıq ki, üzdəki o solğunluq, nə bilim, bədəndə kökəlmə, sürətli arıqlama, düzdür? Bədən bizə bir şeylər deməyə çalışır ki, mən bu adamın yanında bax belə hiss edirəm. Gəl artıq buradan çıxıb gedək. İntuisiyanız sizə deyir. Hətta belə bir söz var, deyir ki, məsələn, rəfiqənizlə gedib söhbət edirsiniz, bir adamla tanış olmusunuz, rəfiqənizlə gedib onun haqqında danışanda bəzi şeyləri gizlədirsiniz də, demirsiniz ona ki, çünki bilirsiniz ki, həmin an rəfiqəniz sizə deyəcək ki, bu adam sənə görə deyil. Və siz orada istəmirsiniz onu rəfiqənizə deyəsiniz, çünki istəmirsiniz ki, o sizə həqiqəti fısıldasın orada. Bax, həmin anlarda özümüzü biz idarə etməyi, kontrol altına almağı bacarmalıyıq. Çünki o zaman ancaq biz emosiyalarını idarə edən insana çevrilərik. Nəinki emosiyaları tərəfindən idarə olunan, emosiyaları hara deyirsə o tərəfə qaçan biri. Bax, çünki bunlar münasibətlərdə çox önəmlidir. İstər dediyim kimi evli olun, istər subay. Sadəcə elə bax, bu dediklərimi yadınızda saxlayıb tez-tez özünüzə təkrar etsəniz, görərsiniz ki, o ideal partnyor axtarışını bir qırağa qoyub, siz sadəcə fokuslanmalısınız ki, mən kiməm, mənim nəyə ehtiyacım var və mən həqiqətən necə bir partnyor istəyirəm. Kimisə A-dan B-yə, A nöqtəsindən B nöqtəsinə aparmaq yox. Həqiqətən ehtiyacım nədir? Mən bax, onu istəyirəm, o insanı istəyirəm həyatımda. Çünki sizin, baxın, ehtiyacınız olan insan başqadır. Axtardığınız olan insan başqadır. Bayaqki o rəfiqəmin nümunəsinə fikir verin. Ehtiyacı olan insan yanında belə möhkəm dayanan, güclü bir kişidir. Amma axtardığı kimdir? Ona qısqanclıq krizləri yaşadacaq bir insandır, düzdür? Və siz də baxmalısınız ki, ehtiyacınız olan və axtardığınız insan bir-birinə uyğun profillər olmalıdır. Yoxsa sizin başınız təəssüflər olsun ki, həmişə ağrıyacaq. Yəni siz həmişə bir insanı axtarıb tapıb, sonra onu ehtiyacınız olan insana çevirməyə çalışacaqsınız. Və bu proyekt də sizin illərinizi və bəzən də ömrünüzü ala bilər və sonunda da görə bilərsiniz ki, heç də alınmadı. Çünki o insan tamam başqa bir profildə insan idi və siz sadəcə buna bir zaman sərf etdiniz. Yəni münasibətlərdə bu ürək işidir, amma zehninizi də həmişə o işin içərisində saxlayın. Zehniniz və ürəyiniz, intuisiyanız, bədəniniz, ruhunuz hamısı bərabər bir şəkildə çalışın ki, qərar versin münasibətlərinizdə. Bax belə, ümid edirəm ki, bu da sizin üçün faydalı bir video oldu. Videonu bəyəndinizsə kanala abunə olmağı və fikrinizi şərhlərə də yazmağı təbii ki, unutmayın. Növbəti videolarda görüşənə qədər.